gəliblər? Ağıllı insan Bəli. Eneolit dövrüydü, deyəsən səhv etmirəmsə. Deyilmi? De görüm Nəzrin hansı dövr idi? Alt paleolit dövrü. Ağıllı insan alt paleolit dövrünə Ben meydana gəlir. ağıllı insan üst paleolitdir. Yok üst paleolit. Üst paleolit. Bəli, tələsmə. Bir. Növbələ. Bəs yaxşı, Ayan sən mən də görüm qızım. Paleolit dövrü hansı mərhələlərə bölünürdü? Alt, orta, üst. Alt, orta, üst paleolit dövründə. Sən mənə 3 insan tipi de ki, üçü də paleolit dövründə olsun. Bəli, alt paleolit bacarıqlı insan, üst paleolit ağıllı insan, orta paleolit Neandertal. Sağ ol. Bəs yaxşı, Röya, Neandertal harda yaradıydı? Orta paleolitdə yaranıbda. Bəli, orta paleolitdə yaradıydı. Harda yaradıydı bəs Neandertal sözü? Almaniyada. Almaniyada. Bəli. Bəs yaxşı, Röya qızım, sən mən də görüm, Azıq mağarasında araşdırma aparan alimimiz kim idi? Mən deyim. Röya deyə bilməsə siz deyərsiniz. Azıq mağarasında araşdırma aparan alimimiz kim idi? Tur Heyerdal o idi. O Qobustanda idi. Deyim Ali. Mehmet Ali Hüseynov. Mehmet Ali kişi. Bəli, Mehmet Ali. Röya qızım nə tapmışdı Mehmet Ali kişi oradan? Qadın at çənə sümüydü. Bəli, 18-22 yaşında qadın at çənə sümüydü və bu da dünyada Nəzrin neçənci tapıntı idi qızım? Dünyada 4-cü tapıntı. Sağ ol, 4-cü tapıntı. Bəs Nəzrin qızım, Qobustanda araşdırma aparan alim dedi ki, Röya Tur Heyerdal idi, düzdür? Tur Heyerdal neynəmişdi, nə iş görmüşdü Qobustanda? Orada araşdırma aparmışdı. Orada Qobustanda qaya su təsvirləri necə deyim, aşkar eləmişdi. Nə qənaətə gəlmişdi? Nə demişdi bu kişi bizim haqqımızda? Burada insan məskənləri aşkar olmuşdu. Yox, o kişi bizim haqqımızda hansı qənaətə gəlmişdi Qobustan abidələri haqqında? Mən deyim. Yox, deyəcək, özü fikirləşib deyəcək. Demişdi Azərbaycan Qədim yaşayış məskəni. Cəmiyyətinin ən qədim meydana gəldiyi yerlərdən biridir. Bəli, Azərbaycan cəmiyyəti inkişaf etdiyi ən qədim məskənlərdən biridir. Bu fikrə gəlmişdir, eləmi? Bəs yaxşı, Qobustanda bir nəfər də Nəzrin araşdırma aparmışdı 1939-cu ildə. O kim idi? Bir o dedi Tur Heyerdal idi. Bir də ki var idi, bizimkilərdən də özümüzünkidir, öz istehsalımız. Bir nəfər var idi, yadımdadır. Bir nəfər var idi. Bir dəqiqə. Nurlan, bilirsən sən? Bilirdim, müəllim, prosta ki, yadımdan çıxdı dəqiqə, yadıma düşsə. Mən də biraz yadımdan çıxdı, dəqiqə. Röya, Ayan, bilirsiniz, kim idi o? 1909. Mən yerdə yaxaladı, mən indi eşidirəm, o deyəsən. İshak Cəfərzadə 1939-da yeni dəyişiklik. Təzə dəyişiklik içində var. Eləmi? Bəs yaxşı. Nəzrin, bir dənə sual verim keçim Nurlana. Nəzrin, sən mənə görüm daş dövrü hansı mərhələlərə bölünür? Yeni daş dövrü, orta daş dövrü, bir də müasir daş dövrü də, yəni. Qədim hara getdi? Müasir. Qədim hara getdi? Qədim, orta, müasir. Qədim daş dövrü, orta daş dövrü, yeni daş dövrü, bir də ən yeni daş dövrü, yəni mis daş dövrü. Eləmi? Nurlan, mis daş dövrünün ikinci adını de mənə. Mis daş dövrünün Eneolit. Eneolit dövrü, bəli. Həm elə bir ki, daş dövründən elə bir tuncu keçid dövründə. Bəli, keçid dövründə, bəli. Elə bir ki, həm o dövrdə mis var idi, həm də Eneolit dövrünün sonunda artıq insana tuncu əldə etmişdilər. Yəni misin təcrübə mərcümü sürmən içə qalay qatılar, tuncu əldə etdilər. Bəs yaxşı, Nurlan, sən mərcüm tuncu dövrü hansı mərhələlərə bölünürdü? Dəqiqə. 3 dənə mərhələ. Mən deyim, anne. 3 bacı. Mən deyim. Bir də Nurlan fikirləşsin. Deyə bilməsə deyərsən. De görüm Ayan. Bir dəqiqə. Erkən tunç dövrü, orta tunç, son tunç.
İlkin Ay, bəli. sağ ol. Erkən Tunc dövrü, orta Tunc dövrü, son Tunc dövrü. Nurlan, sən mən də görüm bala. Hansı dövrdür ki, insanlar otura həyata keçirlər? Deyəsən Neolit deyil deyəsən, yeni daş Neolit dövründə. dövründə idi. Oturaq hərəkət Bəli, etdilər. bəli, bəli. Bəs oxralar hansı dövrdə idi? Nə? Oxralar. Oxralar. Ölülərin üzərinə oxra səpirdilər. Qırmızı boya idi, oxra səpirdilər. Mezolit. Niyə mezolit? Eneolit. Eneolit. Ay, sağ ol, eneolit. Eneolitdə insanlar Nurla necə bastırılırdılar? Evlərin içində deyəsən. Ay, sağ ol. Binaların arasında. Yəni yaşayış məskəni idi. Bəs yaxşı, ayan hansı dövrdə ki, yaşayış məskənindən kənarda dəfn olmağa başlamışdılar? O mənim Tunc dövrlərində idi. Tunc dövrü hansı mərhələsi idi? Son. Niyə son Tunc? Erkən. Erkən Tunc dövründə. Bəli. Yəni erkən Tunc dövrünə aid 3 dənə ibadət evi var. Hansı ərazilərdədir qızım? Naxçıvanda Niyə Naxçıvan? mən bir deyə bilərəm. Sərkərtəpə deyildi. Ay, sağ ol. Qazata Sərkərtəpə, Bəli. Haşmaca Sərkərtəpə, Naxçıvanda. Göytəpə. Deyəm, bir dəqiqə. Ayən, sistemləşdir qızım. Hansılardır? Urmiyada Göytəpə. Yox, Göytəpəni qatma ora. Göytəpəni qoy ora, o heç. Haşmaca Yadımda Sərkərtəpə, sonra aha. Yadımda deyil. Qazaxda da baba dərviş Baba idi da. Dərviş, Naxçıvanda da Naxçıvanda da birinci Küllütəpə. Kültəpə. Hə. Bəli. Bəs yaxşı, Röya, Naxçıvanda ikinci Kültəpədə nə var idi? Harda Naxçıvanda? İkinci Kültəpə, o nə aiddir? Naxçıvanda ikinci Kültəpə. Ticarətin inkişafının üçün idi da. Ya, nə var Yoxsa? idi orada? Naxçıvan ikinci. Şəhər məskənləri olardı səncə? Bəli. Ay, sağ ol. Başqa hansı ərazilərdə var şəhər məskənləri? Aha. Oğlan yox. Hə. Oğlan qalada idi bir də. Lerikdə Oğlan qala, Qarabağda Üzərliktəpə, Naxçıvanda ikinci Kültəpə, bir də Urmiyədə Bəli. Göytəpə ərazisi də vardı hətta. Bəli, Orada da bəli. vardı, bəli. Bəs yaxşı, Röya, Tovuzda Göytəpə nə idi bəs? Tovuzda Göytəpə. Yadva düşmədi. Nə idi Tovuzda Göytəpə? Kim deyər? Ağcabəddə Kamiltəpə, Tovuzda Göytəpə. Necə? Neolit. Neolit dövrü abidələrdir. Ay, sağ ol. Neolit dövrü abidələrdir. Bir qızımız da qatıldı, Dəniz. Necəsən qızım? Salam, mənim yaşım, salam sizə. Çox sağ ol qızım, yaxşı olsun. Neçənci sinifdə oxuyursan? Dəniz, neçənci sinifdə oxuyursan qızım? Mənim səsiniz qırıq gəldi. Neçənci 8-ci, yəni 8-i qurtardım, 9-cu sinifə keçəcəm. Ay, maşallah, maşallah, maşallah. Harda oxuyursan? Rayonda yoxsa Bakıdır? Hə, Başıdır mənim, Başıda Hə, Nizami lap yaxşı, lap xalq yaxşı. radiosu. Bəs yaxşı, tarixdən necədir? Bünövrən var? Yoxsa sıfırdan başlayırsan? Bilirəm, ortadır da, yəni. Orta tam səviyyədə. yaşlıdır. Hə, indi sərdi keçəcəm. Bəli. Sualcaqda sərdi keçəcəm. Hə, kimdə qaldıq? Hə, nəzrində. Nəzrin, sən mən də görürəm, feodal dövlətlər hansılar idi? Feodal dövlətlər bir dəqiqə yox düşsün. Feodal dövlət. Yox. Hə, de, olardı. Şirvanşahlar, Aha. Sacilər. Sacilər. Aha. Hə. Şirvanşahlar, Sacilər, bir də Yenə var. Bir Beş var. dənədir. Həmsə. hə, Şirvanşahlar, Sacilər, Hə, Rəvvadilər. Rəvvadilər, Şəddadilər. Bir də qaldı. Aha. Sacilər, Salarilər. 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 Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər. Şəddadilər. Hə, bəs yaxşı, indi ümumi sual verirəm. Bir də çətin oldu, ümumi verirəm. Bəs yaxşı, kim deyər? Salarilər dövlətinin yerində yaranan iki dövlət. Salarların ərazisində iki yaranan dövlət deyincə, Salarların ərazisində yaranıb bu dövlətlər. Biri şimal tərəfində yaranıb, biri cənub tərəfində yaranıb.
Şəddadlar rəvadilər ayrı mənim. Şəddadlar, rəvvadilər. Bəs necə Hə. olur ki, Dəniz, şəddadlar, rəvvadilər deyirsən, necə olur ki, bəs onlar? Axı Salarlar Azərbaycanın cənubunda yaranmışdı. Hə. Necə olur ki bu? İzah edə bilərsən qızım? Kim izah edə bilər? Bilmirəm. Necə olur ki, onun ərazisində yaranır bu? Axı şəddadlar mən bildiyim qədər o şimalda yaranıb, düzdür? Mərkəzdə Gəncə şəhəri idi. Və necə olur ki, Salarlar dövləti harda yaranmışdı? Hansı dövlətin yerində? Hansı dövlət müəllimə? Salarlar dövləti hansı dövlətin yerində yaranmışdı? Hə. Hansı dövlətin Sadilərin Sadilərin Sadilərdə yerində yaranmış, düzdür? Azərbaycanın cənubundaydı. Deməli, həmin ərazidə Şəddadi dövlətin yaranması nəyi sübut eləyir? Deməli, həm də Salarlar Azərbaycanın şimalını da idarə ediblər. Həm cənubu idarə ediblər, həm şimalı idarə ediblər ki, hansı ki 971-ci ildə hansı hadisə baş verdi? Əli ləşkəri Salarlərin Gəncədəki naibin qovdu, həmin ərazidə Şəddadi dövlətin əsasını qoydu. 981-ci il Rəvvadə dövləti yarandı. Bəs yaxşı, ayan Rəvvadə dövlətin paytaxtı hansı şəhərlər idi? Ayan, eşidirsən məni qızım? yadımda deyil müəllim. Hə, kim deyər Rəvvadələrin paytaxtlarını? 2 paytaxt olub, 2. Bilirdim, mənə bir dəqiqə deməyin. Hə, demə. Babacım.